Bu 5 Azərbaycanlı adını Guinness Rekordlar kitabına yazdırmağı bacarıb. Sonuncu rekordu eşidəndə biz olacaq. Ən uzun müddət fəaliyyət göstərən şahmat hakimi. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq şahmat hakimi Faiq Həsənov 60 il 149 gün ərzində şahmat yarışlarında hakimlik edərək 2025-ci ildə bu mötəbər rekorda imza atmışdır. Bədənində ən çox dəmir qaşıq saxlaya bilən maqnit adam. Həm yerlimiz Etibar Elçiyev 2014-cü ildə eyni anda bədənində 50 dəmir qaşıq saxlayaraq adını rekordlar kitabına yazdıra bilir. Ən təhlükəli güc nümayişi. Azərbaycanlı pəhlivan Vüsal Cavadov 2024-cü ildə Şuşa qırıntıları üzərində 33 kiloqramlıq çəki daşları ilə gəzmək və altında bıçaqla avtomobil dartmaq kimi təhlükəli hərəkətləri edərək dünya rekordunu qıra bilib. 7 yaşlı ən gənc rekordçumuz. Lənkəranlı Ələsgər Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə 3000 dəfə jim etməyi bacarıb. 7 yaşında bu rekorda imza atan balaca qızıl hərflərlə adını kitaba yazdıra bilib. Və nəhayət sonuncu rekord, ən böyük dalğalanan dövlət bayrağı. 2024-cü ilin noyabrında dövlət bayrağı meydanında 36 metr enində, 72 metr uzunluğunda və 500 kiloqram ağırlığında olan Azərbaycan bayrağı Guinness Rekordlar kitabına ən böyük dalğalanan bayraq kimi daxil edilib. Və sənin dostun hansı rekordu qıra bilər? Rəylərdə həmin dostunu təq elə.